Hipnoterapiyadan danışdınız. Əslində hipnoterapiya nədir və bu insanlar arasında onunla bağlı ümumiyyətlə təsəvvürlər var ki, deyirlər ki, bəzi xəstəliklər var, çarəsi tapılmayan xəstəlik və yaxud insan həyatında baş verən hər hansı bir neqativlər var. Bunun istəyirdim ki, yəni çarəsi varmı? Ümumiyyətlə onun faydaları nədir insan üçün? Bundan bir qədər məlumat verəsiniz. Bilirsiniz, tibb təhsili bir yana, yəni klinik psixoloq, psixoterapiya ilə məşğulam. Alternativ tibb sayəsində mən onu deyə bilərəm ki, çox zaman tibbin tapa bilmədiyi, çarəsini tapa bilmədiyi xəstəliklər, psixosomatik xəstəliklər alternativ tibb çox gözəl formada çözür onları, həll edir. Yəni, hipnoz ümumiyyətlə bizim indiyənə kimi gördüyümüz o şou hipnozu deyil. Bu müalicəvi tibbi hipnozdur. Bunu hər bir kəsə özəl olaraq tətbiq olunur və hipnozun içində EMDR deyilən bir texnika var. Göz hərəkətləri ilə o belə deyim, travmaların həll olunması da, yəni məhv olunması, belə deyim. Şuur altı, bəzən elə bilirlər ki, hipnoz eləyəndə yaddaşı silirik. Yaddaş silinmir. Sadəcə olaraq bizim şuur altımızda o vaxta qədər yatan bütün travmalar silinir. Yəni sıfırlanır, belə deyim də deaktivləşir. Necə ki, kompüteri biz format eləyirik, beynimizdə o formada həmən o yanlış olan inanc papqalarını formatlayırıq və yaxud da xəstəliklə bağlı olan o yanlışları formatlayırıq. İnsanın yaddaşı yerində qalır, amma tam sağlamlığına qovuşur.